بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والعاقبة للمتقین والصلاة والسلام على اشرف الانبیاء والمرسلین حبیبنا و حبیب اله العالمین ابی القاسم محمد و علی اهل بیته الطیبین الطاهرین سیما بقیة الله فی الارضین واللعن الدائم على اعدائهم اجمعین من الآن الى قیام یوم الدین. Kur'an'ın insanlara buyurduğu hitaplardan üçüncüsü təqva barəsindədir. Təqvalı insanların əlamətlərindən bir neçə dənə ötən məclislərimizdə danışmışıq. Onlar düz danışırlar və düz sözləri təsdiq edirlər. Allah'ın bunlara nazil etdiyi ayələri Allah'tan qəbul edirlər və əməl edirlər. Səhərlər, yəni gecənin axır hissələrin sübh namazına yaz qalandan onlar ibadət edirlər, istiğfar edirlər. Onlar öz əqidələrinin barəsində zəhmət çəkirlər. Düz əqidəyə malik olurlar. Özlərin, əqidələrin, imanların boş bıraxmırlar, nə olar. Çalışırlar ki, əqidələri düz olsun. İnfaq əhlidirlər, yoxsullara imkan dairəsində kömək edirlər. Altıncısı budur ki, namaz bərpa edirlər. Namaz qılmaq başqa, bərpa başqa. Təqvalı insanlar namaz bərpa edirlər. Vacib zəkatların, mali ibadətlərin, maddi ibadətlərin necə lazımdır yerinə yetirirlər. 8-ci əlamətləri budur ki, buyurur, öz əhdilərinə, peymanlarına əməl edirlər. Danışdığı sözlərin ağasıdırlar. Verdikləri sözə həmişə hazırdılar. Söz sözdür. 1000 dənə imzadan üstün ağzından çıxıb. Təqvalı insanlar belədir. Bu barədə düzdür keçmişdə danışmışıq. Yenə gələn mübahisələrimizdə bu barədə bəhs var. Hatta hadislərdə var ki,
uşağa da yalan demirlər. Uşağa yalan deməyin mənfi təsiri böyükdən çoxdur. O ki deyir, eləyəcəyəm, amma eləmir, uşaqda təsiri, onun mənfi təsiri deyir, böyükdən çoxdur. Bir alim öz ustadının deyəsən barəsində danışırdı, deyirdi, uşaq evdə təcəlli eləyəndə ona demirdi, durub vuracağım səni. Çünki o görəcək ki, bu dedi vuracağım, amma vurmadı. Ya yalan olacaq, əgər vurmayacaq, deyirdi ki, ofroz tutalım, belə fərz elə, belə fikirləş, belə başa düş. Ofroz bərin ki, vıraram səni. Ki, qoy yalan olmasın. Hətta o sözdə də yalan olmasın. Münafiqlərin barəsində oxuduq ki, onların ən böyük əlamətlərindən biri budur ki, onlar sözlərinə əməl eləmirlər. Onların sözlərinin qiyməti yoxdur. Çünki ürək başqa şeydir, dil başqa şeydir. O ürəkdə iman gətirməyib. Amma dildə deyir, mən iman gətirmişəm. Və həqiqətən bu sözün qiyməti yoxdur. Bu söz əsasən batil, yalan sözdür. O da deyir, münafiqlərin əlamətlərindən biri budur ki, onlar söz verirlər, öz vədələrinə əməl eləmirlər. Ya eyyuhəl-ləzīnə amənū, limə təqulunə ma la təfəlun. Nə üçün bir işi eləməyəcəksən, onu deyirsən, ona söz verirsən. Kəburə məqtən indəllah. Allah yanında bu böyük günahdır. Allahı qəzəbə gətirir sənin bu böyük günahı. Möminun surəsinin 8-ci ayəsində möminlərin də barəsində buyurur. Vəlləzinəhum liəmanatihim və əhdihim ra'un. Möminlər o adamlardılar ki, onlar əmanətlərdə xiyanət eləmirlər və əhdihim ra'un. Əhdilərinin barəsində, verdikləri sözün barəsində onlar dəqiqdilər. Söz veribsən, söz danışmışıq. Ali İmran buyurur 76. Bəla mən əvfa bi əhdihi və təqa fə innəlləhə yuhibbul muttəqin. Bəli, əlbəttə, o insan ki öz əhdinə vəfa eləyir və təqvalı olur. Bəzi əməllər var, əvvəl təqva, ondan sonra o əməli sayır. Amma burada əvvəl deyir, bunlar öz əhdilərinə vəfa eləyirlər, ondan sonra deyir, təqvalı da olurlar. Yəni, əgər bir insan təqvalı da olmasa vacibdir dediyinə əməl eləyər. Bu insani bir əməldir. Ona görə də hədislərdə deyir ki, neçə əməldir ki, möminlə kafirin fərqi yoxdur. Dəfələrlə bu hədisi oxumuşuq.
Biri ata-ananın barəsindədir. Fərqi yoxdur ki, ata mömindir yoxsa kafirdir. Ona pislik eləmək olmaz. Onun gələ itaatində olasan. Onun ayaqqabılarını tutuyəsən. Onun əlindən yapışasan. Buyurduqlarına əməl eləyəsən. İlla onun buyurduğu Allahın buyurduğuna əgər zidd olsa yox, ondan qalan buyurduqlarına vacibdir əməl eləyəsən. Kafirdir ya müsəlmandır, o sənlik deyil. Biri əmanətin barəsindədir, fərqi yoxdur ki, kafir ya mömin. Əgər əmanət tapşırıb sənə, sənin ixtiyarın yoxdur əmanətdə xiyanət eləyəsən. Biri də buyurur, insan birinə ki söz verir, fərqi yoxdur ki, mömin ya kafir. Əgər söz veribsən, ona əməl elə. Ona görə də deyir ki, bəla, mən avfa bi əhdi, o insan ki öz vədəsinə əməl eləyir və təqa və təqvalı da olur, fə innəlləhə yuhibbul muttəqin. Allah təqvalı insanları sevir, çox istəyir. İnnəl-ləzīnə yəştərunə biəhdillah və əymanihim, o insanları ki Allah'la bağladıkları peymanları ve Allah'a verdiği sözü ve hem de andıların ucuz kıymete satırlar. Ucuz kıymete satırlar. Axı sen söz veribsən ona. İndi bir əməl çıxıb qabağa, sen o sözü ki Allah'a veribsən $100 satırsan, $1000 satırsan, 1000 manat qabağa çıxacağın o yaddan çıxdı. Deyir, ucuz qiymətə satırlar. Əlbəttə, onun məqsədi ucuz qiymətdən 1000 manat deyil, dünyanın hamısıdır. O insanlar ki, Allah'a verdikləri sözü və öz andıların dünyaya satırlar. Hansımız biz dünyanın hamısına satırıq? Hələ dünyanın hamısına satasan, bu deyir, bu insanlar ziyan eləyiblər. Ulaikə la xəlaqə ləhum fil axirə. Ahirətdə bunların heç bəhrələri olmayacaq. Səmənən qəlila, ucuz qiymətə satıblar bunlar. Bunlar ahirətdə heç bəhrələri olmayacaq. Yəni ahirət ilə dünyanı ölçür, müqayisə eləyir. Hələ dünyanın hamısını verələrdi, əgər bir yalan danışsan, sən əyman, andıları ucuz satıbsan. Verdiğin sözü ayak altında koyupsan, ucuz satıbsan. Çünkü hadiste var, buyurur ki, özünüzü cennetten aşağı kıymete satmayın. Sizin kıymetiniz en azı cennettir. Eğer cennetten ucuz satasız, ziyan eləyibsiz. Səmənən qəlila, ucuz satıbsız özünüzü. Və belə bir insanlarla qiyamətdə Allah danışmayacaq. Deyir ki, İmrəul Qeys Peyğəmbərin vaxtında bir kişi idi. Gəldi Peyğəmbərin yanına, dedi, ya Resulallah, mən bir kişi ilə ixtilaf eləmişik, davamız var. Ağa buyurdu ki, nədir davamız? Dedi, torpaq üstə. İndi 1 sot, 2 sot nə qədəymiş, onu bilmirəm. Deyir, biz bu torpaq üstə, mən deyirəm mənimdir, o da deyir mənimdir. Torpaq mənimdir. Amma o gəlib deyir, verməyəcək. Ağa buyurdu ki, şahidim var. 2 dənə adil şahid gələ, şəhadət verə deyə, yox, o kişi yalan deyir. Mən bilirəm ki, bu torpaq bununkidir.
Əgər belə şahidun olsa, sənin məsələn həll olar. Dedi, yox, yoxumdur. Dedi, şahidin olmasa, onda o tərəf ki, sənin yerivi istəyir, deyir mənimdir, o gərək and içə. And içə deyə yer mənimdir. Əgər and içsə, geri verərlər ona. Amma əgər and içməsə, səninkidir. Bu fikirləşdi ki, yaxşı, bu torpaq mənimdir. O da yalandan deyir mənimdir. Mənim də şahidim yoxdur. İndi o yalandan and içəcək, ondan yeri aparacaq, torpağı aparacaq. Dedi, ya Resulallah, onda mənə zülm olacaq. Çünki mənim şahidim yoxdur, o da yalandan and içəcək, yeri aparacaq. O da oturub, onu da çağırıblar. O da baxır. Həzrət buyurdu ki, əgər o yalandan and içsə, torpağı aparacaq. Amma la yükəllimuhumullah və la yənzur iləyhim yevməl qiyamə. Allah qiyamət günü ona baxmayacaq və onunla danışmayacaq. Və la yüzəkkihim və onu günahlardan təmizləməyəcək. Və ləhum əzabun əlim və ən möhkəm əzab qiyamətin günündə ona nazil olacaq. Deyir, o kişi bu ayəni Peyğəmbərdən eşidəndən sonra dedi, ya Resulallah, torpaq bununkidir, istəmirəm. Peyğəmbərin dilindən ki eşidirdi ayəni, Peyğəmbərin dili bizim dilimiz kimin deyirdi ki? Peyğəmbərin ağzından ki bir söz çıxırdı, insanların ürəyində yer eləyirdi. İnsanlar nuraniyyəti ki Peyğəmbərdə var idi, qələbə çalırdı insanlara. Elə bil ki, həqiqəti gözləri ilə görürdülər. Amma bəzi ürəklərdə başqa cürdür. Əbu Cəhlidə də təsiri yox idi. Və Əbu Cəhli kimin insanlarda? Ona görə də deyir ki, bax, bunlar əgər dünyada öz andıların yalandan and içsələr, sındırsalar, ucuz qiymətə özlərini satıblar. Buyurur, ucuz qiymətə satmayın özünüzü. Əlamətlərdən, təqvanın əlamətindən biri budur ki, insanın sözü sözdür, bəs eləyər. Əgər bir kəlmə dedi, filan vaxt orada olaram, ya filan işi görərəm, o bəs eləyər. Ondan sonra buyurur, 9-cusu səbridir. Görürsünüz, hər mövzuda dolanırsan, bunlar gəlir çıxır cinə də. Yəni, bunlar o gözə dəyən mühüm əməllərdəndir. Belə oxuyuruq Qur'anı. Vəl-mufunə bi-əhdihim izə ahədu. Təqvanın əlamətinin biri budur ki, bunlar öz vədələrinə əməl eləyirlər. Və sabirinə fil-bə'sa və zərra və xinəl-bə's. 3 şeyin bərabərində də möhkəm səbrinə dayanırlar. Onlar nədir? Fil-bə'sa. Biri budur ki, əgər bir zaman Allah bunları yoxsulluqla imtihan eləyir, onun bərabərində bunlar dayanırlar. Dözürlər, amma harama getmirlər. Bu tərəfdən imkan az, öz balasından xəcalət olur, imkan azdır, öz ailəsindən xəcalətdir, o tərəfdən də haramı görsədirlər. Orada səbr istəyir, iman istəyir ki, insan buna səbr eləyə, aza qinaət eləyə, amma o ki haram uzaqdan göz verir, ona allanmaya. Bə'sabıdır, zərra nədir? Əgər Allah'ımını dərdinən, ağrı ilə,
xəstəliklərlə imtihan eləyir, onlara dözür, səbr eləyir, səbirdən çıxmır. 2. Və hinəl bəs, və əgər Allah mının canı ilə istir alver eləyə, ölkəni, imanı, əqidəni, namusi, qeyrəti, şərəfi müdafiə etmək üçün əgər can lazımdır, orada da müqavimət eləyir, qaçmır. O gün bir hədis oxuduq, Həzrət buyurur, neçə yerdə Allah mələkələrin içərisində fəxr eləyir yaratdığı insanlara. Biri də o yerdədir ki, insan gedir, müdafiə eləyir, düşman qarşısında dayanır, axirinci adamacan qalır. Hamı qaçır, amma bu qaçmır. Müdafiə eləyir, ta inki şəhid olur. Ondan Allah onu göstərir mələkələrə, ona fəxr eləyir. Deyir, siz baxmayın, nə qədər insanlar yaşayır bu dünyada. Onların hamısı bax, bunun şotuna yaşayır, bunun sayəsində yaşayır. Mən bunu yaratmışam, buna fəxr eləyirəm. Onlar da elə bilirlər ki, mən onlara məsələn, nəsə verirəm, mən buna vermişəm, hər nə vermişəm dünyada. Havadır, sudur, dəfinədir, xəzinədir, hər nə vermişəm, mən buna vermişəm. Amma indi bu güllərin içində otlar, alaqlar da var, su içir olar. Amma bağman gülə su verir. Nəyə görə? Müdafiə eləyir. Buyurur, səbr eləyir. Nə vaxt? O zaman ki, insan lazımdır ki, müqavimət eləsin, dözsün və müdafiə eləsin. Ondan sonra Allah axırda bu sifətləri sayandan sonra axırında buyurur, Ulaikəl-ləzinə sədəqu. Bunlar düz deyirlər möminlik. Çox adam deyir, imanla danışır. Çox adam İslamla danışır. Çox adam özün Peyğəmbərə yaxınlaşdırır. Çox adamı danışdıranda hər şey danışır. Amma onların hamısı düz demir ki. Əgər əməl sözü təsdiq eləməsə, sözün etibarı yoxdur. Sözün etibarı əməl iləndir. Allah buyurur, Ulaikəl-ləzinə sədəqu. Bunlar düz deyirlər. Əməl ilə söz bunlarda bərabərdir. Üstə düşür. Kümeyl duasında bir ibarət var. Kümeyl duası oxuyanların yadında olar. Deyir ki, hətta təkunə ə'mali və avradi verdən, kim bilir? Vahida. İlahi, sən mənə inayət elə, ya Rabbi, ya Rabbi, ya Rabb deyib onları ta gəlir çatır bura. Sən mənə inayət elə, nəticə nədir inayətdə? Budur ki, hətta təkunə ə'mali və avradi, mənim ağzımda dediyim sözlər, virdilər, zikrlər, mənim əməllərimlə həmahəng olsun. Üstə düşsün. Əməl gəlsin, sözü təsdiq eləsin. Dildə deyir, əməldə də o cür olsun. 80 yerdən çox Quranda, mən bir dəfə saymışam, təxminən 80 yerdən çox Quranda imanla əməli salih bir-birinin yanında zikr olur. Buyurur, Əl-ləzinə amenu və əmilus salihat. İman gətirir və salih əməllərdə eləyir. Yəni salih əməlsiz imanın xeyri yoxdur. Əməlsiz imanın xeyri yoxdur. Mən əmilə salihən
min zəkərin əv unsa, fərqi yoxdur, arvad olsun, kişi olsun. Mömin, mən əmilə salihən, əgər salih əməl eləyir və huvə mümin, o mömindir. Görürsən? Boş danışmaq yox, otura yekə-yekə danışaq. Danışanda belə bilirsən, deyirsən, day bundan övliya, bundan da yer üzündə yaxşı adam tapa bilməzsən. Biraz keçir, görürsən, namaz qılır, heç mömin namazını oxşamır. Ya heç namaz qılmır. Ya o birisi əməllər başqa cürədir. Ya sözü başqa cürədir. Buyurur, o cürdür. فَاُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةِ O ki iman gətirir və əməli salih eləyir, daxil olacaq cənnətə. Bir ayrı ayədə Kəhv surəsinin 88-də deyir: Və əmmâ mən âmənə və əmilə salihən fələhu cəzaənil husna. O insan ki iman gətirir və əməli salih eləyir, o insanlara ən yaxşı əcr və savab qiyamətin günündə. Və sənəqulu ləhu min əmrina yusra. Bu ayəni eşidibsən? Və sənəqulu ləhu min əmrina yusra. Biz de tapşıracaq qiyamətdə onların işinə yüngül baxacaqlar. Bəzən görürsən ha, birinin bir yuxarı yerdə adamı olur. İşi düşəndə idarəyə o tapşırır, zəng eləyir ki, filan kəs gələcək. Çün yuxarıdan zəng eləyiblər, ona bir yalandan, dokumentlərin zadın yalandan istəyirlər, deyirlər, hə, yaxşı oldu, sən keç, sən keç. Çünki adamı var da, tapşırıblar onu. Onun dokumentinə baxmır ki, onun sənədinə baxmır ki. O uzaqdan baxanlar deməsin ki, sənədinə baxmadılar, yalandan baxır ki, yaxşı, sən keç. Deyir, qiyamətin günündə, ən qorxulu gündə biz onu tapşıracağıq. Və sənəqulu ləhu min əmrina yusra. Biz əmir verəcəyik, onun barəsində tapşırıq verəcəyik, o gəldi, elə bir sənədlərini açın, yalandan bir baxın, baxmayın, buyursan get, çünki səni tapşırıblar axı. Buyurur, kim diyor? O ki iman gətirib və salih əməllər eləyib. Bəzi yerdə buyurur, heç deyəcəyəm, baxmayacaqlar. Ki, bir dəfə oxumuşuq onları. Neçə əməldir ki, hər kəsdə o əməllər olsa qiyamətdə onun heç açmayacaqlar, baxmayacaqlar onun əməllərinə. Gedəcəklər onlar. O gün haraydı, bir hədis oxuduq. Bir də görəcəklər, cənnətin qapısı döyülür. Çıxacaqlar, bir iddə insan gəlir. Ay bala, siz hardan gəlibsiniz? Axı, belə olmaz axı. Sizi gətirərlər, sizi bir öz başına, deyir, hə, biz gəlmişik cənnətə. Aç qapını, girək içəri. Deyir, olmaz axı. Belə olmaz. Deyir, yox, olacaq. Ondan sonra nida gəlir Allah'tan. Sədəqu. Onlar düz deyirlər. Açın qapını. Ədxiluhum əl-cənnə. Onları daxil eləyin cənnətə. Onların sözü nida özdə heç məlakə də demir burada. Deyir, Allah özü nida eləyir. Ki, saxlamayın, açın qapını. Onlar düz deyirlər. Ondan sonra behiştin işçiləri, huriləri, nə bilim məlakələri təəccüb eləyirlər. Bunlar kimdir ki, Allah özü nida elədi bunların barəsində? Bunlardan soruşurlar, siz kim idiniz? Siz nə iş görmüşdünüz? Onlar deyirlər, biz səbr eləyirdik dünyada. Allaha itaət eləyəndə çətinliklərə səbr eləyirdik. İtaət asan deyil ki. Bir təbii çətinliklər var, oruç tutmağın isti havada çətinliyi var.
Bir də ki, hələ oruç tutubsan, isti hava bir yandan, yemirsən bir yandan, açsan bir yandan, onların hamısı bir tərəfə, o yandan da söz deyirlər. O yandan da söz eşittirirlər. O yandan da buyurur, biz səbr eləmişik. Günah qabağa çıxanda biz səbr eləmişik. Hər cür günahlar bizim qabağımıza çıxırdı və bu ictimada yaşamırdıq biz. Və o günah eləyənlərin içində döyürdük biz. Amma biz səbr elədik. Ona görə indi biz bax belə gəlmişik bura. Heç biri hesabsız, kitabsız. Heç yerdə bunlardan nə sənəd istəyirlər, nə sual soruşurlar. Ona görə də buyurur ki, bax, beləncidir. Qaləllahu haza Maidə 119. Qaləllahu haza yevmu yenfe'us sadiqinə sidquhum. Bugün, yəni qiyamət günü, bir gündür ki, bunların sədaqətləri, düzgünlükləri indi bugün bunlara fayda verir. Bu ki, bunlar düzgün iman gətirmişdilər. İmanlarına əməl edirdilər. İman deyirdilər və əməldə də sübut edirdilər. İndi o sədaqət bugün bunlara fayda verəcək. Lahum cennatun təcri min təhtihəl ənhar. Cənnətlər bunlarınkidir. Xalidinə fiyha əbəda. Həmişəlik qalacaqlar bunlar burada. Rəziyallah ənhum, Allah bunlardan razıdır. Və rəzəv ən, və bunlar da Allahdan razıdırlar. Zalikəl fəvzul əzim. Ən böyük xoşbaxtlıq Quran deyir budur. O ki, eşidirsən, xoşbaxt olasan, Quran deyir, ən böyük xoşbaxtlıq bunlardır. Harisət ibn Maliki bilirsiniz ki, Peyğəmbər bəziləri deyir, sübh namazından sonraydı, bəziləri deyir, başqa yerdəydi. Peyğəmbər gördü, bir cavan oğlandı. Amma sakit, mütəfəkkir, fikir əhli, dəqiq. Ağa baxdı, dedi, keyfə əntə. Keyfə əntə, yəni necəsən? Öz dilimizdə belə, necəsən? Ağa buyurdu, keyfə əntə. Deyir, baxdı, dedi ki, ya Rəsuləllah, müminun haqqən. Mən həqiqi müminəm. Peyğəmbərə demək olar bu boyda sözü. Mən sənə deyə bilərəm, sən də mənə deyə bilərsən. Amma Peyğəmbərə bu sözü demək olmaz. Dedi, ya Rəsuləllah, müminun haqqən. Həqiqətən mən möminəm. Ağa buyurdu, likulli şeyin həqiqətun. Hər bir şeyin həqiqəti var. Sənin imanın həqiqəti nədir? Hardan bilim düz deyirsən? Sənin sözün həqiqəti mən hardan bilim? Dedi, ağa əlaməti var. Əzəfət nəfsi ənid dünya. Dünyaya baxıram, rəğbətim yoxdur. Meyli yoxdur məndə. Dünya hər şeyi nəzərdə tutur. Dünyanın hər şeyi nəzərdə tutur. Deyir, rəğbət görmürəm özümdə. Fəəshərət leyli. Mənim sözümün həqiqəti məni gecələr qoymur yatam, gözlərim oyaqdır. O da bir əlamətidir. Ki, yatan bir də süb duram görəm, gün çıxıb, belə şey yoxdur. Qoymur gözümə yuxu gələn. Və əzməət həvaciri, günüzlərin istisin qəbul eləyirəm. Yəni, oruç tuturam. Yeməyə meylim yoxdur. Bir qoca alim var idi, Allah rəhmət eləsin. Böyük alim idi. Arif, mizaq bir alim idi. O çox qocalmışdı. Bizimlə yerli idi, rəhmətli.
100'ə çatmışdı təxminən. Bəziləri deyirdi 105, 104 yaşı var idi. Heç zat yemirdi. Heç zat yemirdi deyəndə gedirdilər yanına, dayı qulağızlarda ağır eşidirdi axırlarda. Deyirdi ki, ağa niyə yemirsən? Oruç tuturdu. Həmişə oruç tuturdu o vaxtında. Ona deyirdi ki, ağa niyə yemirsən? Niyə oruç tutursan? Deyirdi, niyə tutmayın? Oruç tutmasam da yiyə bilmirəm ki. Elə bil oruç tutmadım, nə yiyəcəyəm? İndi bir var ki, insan xəstəlikdən belədir. Bir var ki, deyir, məndə rəğbət yoxdur, mən ona görə də oruç tuturam, yayın istisində də olsa. Bax, bu bir əlamətidir. Ondan sonra əsas söz bu dedi. Və kəənni ənzur ilə ərşi Rəbbi və qəd vuz'alil hesab. Elə bil ki, baxıram Allahın ərşinə, hesab almaq üçün təşkilat qruplar, elə bil onu gözümlə görürəm. O ki, bir gün olacaq. Deyir, mən elə bil onu gözümlə görürəm. Və kəənni ənzur ilə əhlil cənnə. Baxıram, elə bil ki, gözümlə görürəm, yətəzavərunə fil cənnə. Gözümü yumuram, elə bil görürəm, möminlər cənnətdə bir-birlərin ziyarət edirlər. Axı, bir yerdə yaşayıblar. Necə Məscid-ül Həramda, Kəbənin yanında, 2 dənə yerlilərindən görəndə necə şad olursan? Öpüşürsən, görüşürsən, siz hardan gəlibsiniz, hava yollarla, yoxsa avtobuslarla, qruplar rəhbəri sizdə kimdir, səndən nə qədər aldılar, məndən nə qədər, bunları necə orada görürsən, soruşursan. Möminlər cənnətdə bir-birlərini görəcəklər, görəcək, bizlə namaz qılanlar filan kəs burada. Ondan öpüşüb görüşəcəklər, özü də oranın öpüşüb görüşməsi də bura kimin deyir. O başqa şeydir. O ləzzəti ki, möminlər bir-birinin ziyarətindən aparacaq, gör nə qədər əzəmətlidir ki, o hədislərə çəkilir. Deyir, gözümü yumuram, elə bilirəm, taytuşlarım orada bir-birləri ilə ziyarət edirlər. Tələsirəm ki, gedəm onlara qoşulam. Və kəənni əsmə'uğuva'a əhlin nar finnar. Cəhənnəmin də içərisində nalə eləyənlər, ağlayanların səsi elə bil qulağıma gəlir. Yəni, elə yəqinim var mənim. Cəhənnəmə, cənnətə. Deyir, Peyğəmbər bunları eşidəndən sonra buyurdu, Əbdun nəvvərəllahu qəlbəh. Bu bir əbdidir ki, Allah buna nuraniyyət verib. Bəzən soruşurlar, ağa, nuraniyyət nədir? Deyir, Əbdun nəvvərəllahu fi qəlbəh. Ya nəvvərəllahu qəlbəh. Allah bunun ürəyin nurani eləyib. Onu cəmaata dedi. Sonra üzün tuttumuna dedi, əbsərtə fəsbut. Allah bəsirət verib sənə. Çalış ki, bunu saxlayasan. Yəni, belə deyir ki, bəsirət oldu, da elə həmişə ola. Mümkündür, sabahları bir iş görəsən, onu alalar səninlə. Ağa buyurdu ki, bu dərəcəyə çatıbsan, çalış ki, bunu saxla. O da zirəng adam idi. Harisət ibn Malik. Ağa ona bu cür deyəndən sonra dedi ki, ya Rəsuləllah, dua elə şəhid olun. Çətindir axı onu qalıb saxlamaq. Dua elə şəhid olun. Ondan sonra Həzrət buyurdu, Allahum mərzuq harisətə əş-şəhadə. İlahi, harisiyə şəhadət nəsib elə. Deyir, neçə gün ondan sonra bir müharibə oldu, harisə hazırlaşdı, getdi müharibədə iştirak elədi. Hədisdə deyəsən yadıma belə gəlir, 8 nəfər kafirlərdən, müşriklərdən öldürəndən sonra özü də şəhid oldu orada. Buyurur, bax, sədaqət imanda belədir. İmanı deyəsən dilində, əməldə də göstərəsən. Əlbəttə, imanın dərəcələri var.
İmam Sadiq Aleyhisselam buyurdu, imanın bazı adamda bir pay, bazı adamda 2 pay, bazı adamda 3 pay, 7 pay saydı Hazret. Dedi, hamı bərabər deyil. O ki bir pay var idi, çalışır ki 2 eləsin. O ki 2'dir, çalışır 3 eləsin. Hamı çalışır ki günbəgün payın çoxalsın, bəhrəsin imandan çoxalsın. Hazret buyurdu, imanın 10 dənə dərəcəsi var, Salman 10-cudadır. Salmanın barəsində. Dedi, Salman 10-cudadır. Hətta dedi, əlamətindən biri də budur ki, cənnətin yeməkləri dünyada çox az adama nəsib olub. Cənnət yeməkləri ki, Allah bəzən nazil eləyirdi, o peyğəmbərlərə nazil olurdu. Həzrət buyurur ki, Allah nazil eləyəndə Salmana da ondan icazə veriblər yesin. O indidən hələ cənnəti görmədən cənnətin yeməklərindən yiyib. Peyğəmbər buyurur, Cəbrail gəlirdi, mənə ayə gətirirdi. Deyirdi, Salmana da salam deyərsən. Peyğəmbər deyir, Cəbrail mənə deyirdi, Salmana da salam deyərsən. Əbazər gəldi, Salmana qonaq oldu, oturdu, biraz danışdılar. Deyir, biz danışa-danışa qazanda nəmnə qoymuşdu, otun üstündə qaynayırdı. Nə pişirirdi bilmirəm, nə qoymuşdu orada. Deyir, 3 dəfə özüm gördüm, onun altını düz qoymamışdı. 3 dəfə deyir, qazan açdı, töküldü yerə, hissat dağılmadı. Salman götürdü, qoydu otun üstünə, ocağın üstünə. Deyir, 3-cü dəfə da dözə bilmədim, çıxdım. Təəccüb elədim. Bu necə əməl, bu necə əhvalat. Çıxdım, deyir, gəldim Əli Aleyhisselamın yanına. Hamı qaçırdı. Həzrəti Əli Aleyhisselam bir mərcə idi ki, hamı belə şeylərdə ondan soruşurdu. Bəzən Peyğəmbərin özündən utanırdılar, soruşalar. Ya Peyğəmbərdən sonra da Peyğəmbər yox idi, soruşalar. Deyir, Həzrəti Əli Aleyhisselamdan soruşdum, dedim, mən Salmanın barəsində getdim, onunla danışırdım, belə gördüm. Deyir, Həzrəti Əli Aleyhisselam dedi ki, Əbazər, Salmanın barəsində mən istəsəm sözün hamısını deyəm, səndə tutum yoxdur. Çünki hərənin öz dərəcəsi var. Səndə o tutum yoxdur. Əgər Salman necədir, mən onu sənə başa salsam, sənə desəm, Həzrət buyurdu ki, təqulu, belə deyərsən, Allah rəhməllahu qatilə Salman. Allah Salmanın qatilinə rəhmət eləsin. Deyir, əgər sənə desəm, sən bax belə deyərsən. Səndə tutum yoxdur. Ondan deyib, bir az dedim, getdi. Bir var ki, o dərəcədədir. Bir var Peyğəmbər Əbazərin barəsində dedi, yer üzündə Əbazərdən düz danışan yoxdur. Onun da özünün dərəcəsi var. Salman da Əbazər də, ikisi də o adamlardandır ki, Peyğəmbər buyurdu, beheş bunları axtarır. Amma dərəcələri eynidir. Ona görə də bəzən bəzi hədislər biz oxuyuruq, danışırıq, bəzən görürsən o hədis 10-cu dərəcənin barəsindədir, 9-cu dərəcənin barəsindədir, biz də 1-ci dərəcəyə hələ az qalırıq çataq. Ona görə də deyir ki, bax, hamı çalışır ki, özün imanın çoxalsın. Və Allah bizə o qədər iman, yəqin, nuraniyyət mərhəmət eləsin, ta biz yəqinin, imanın, nuraniyyətin mənasını görək və başa düşək. اللهم إنا نسألك وندعوك باسمك العظيم الأعظم الأعز الأجل الأكرم وبالحسين يا الله
İlahi əllərimizi naumid qaytarma. Dualarımızı müstəcab elə. Ölənlərimizi qəriq rəhmət elə. Aqibətimizi xətmə bi xeyr elə. İlahi xəstələrimizə şəfa kəramət elə. Nəzərdə olan xəstələrə şəfa mərhəmət elə. Ölən günə kimin ruziyə halal bi minnət mərhəmət elə. İlahi bizi bağışlamamış, Kərbəlayı eləməmiş qəbrə aparma. Axir saətimizdə İmam Hüseyin ağanın mübarək qədəmlərin başımızın üstündən əskik eləmə. Pərverdigara möminlərə, müsəlmanlara xidmət eləyənləri mənsur elə. Xiyanət eləyənləri zəlil elə. Pərverdigara şeytan şərrindən, nəfs-i əmmarə şərrindən hamımızı məhfuz elə. Ali əleyhisselamın nur vilayətindən ayrı salma. İmam zamanımızı bizdən razı elə. Mübarək cəmalinin ziyarətin nəsib elə. Həzrətin zuhurində təcil elə. Və həqqi Muhammedin və alih və bihəqqi surətil mübarəkətil Fatihəti mə'əs-sələvat. بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. Yuxu bilirsən ki, bəzən görürsən adam durub, amma hələ yuxu qaçmayıb. Gözünün birini açır, birini yumur. Hələ aça bilmir gözün. Və nuasu fi eyni. Yəni yuxunun hələ birazı gözündən qaçmayıb. Niyə durub o halda yuxulu? Liyurziyə rəbbəhu bisalati leyli. Gecə namazısı ilə istəyir öz Allahın razı eləsin. Ona görə durub. Başqa işi yoxdur. Deyir, Bahallahu bihi əl-mələikə. O halıda mələkələri Allah göstərir, fəxr eləyir ona. Deyir, bax, gör necə durub. Gör hələ yuxu gözündən qaçmayıb, gedir dəstəmaz almağa. Nə üçün? Əma tərəvnə, Allah belə deyir mələkələrə. Deyir, əma tərəvnə əbdi haza qəd qamə min ləziz məzcə'i. Görmürsüz mənim bəndəmi şirin yuxusundan yerindən durub İlə salatin ləm əfruzha aleyh. Vacib eləmədiyim namaza durub. Biri var, vacib eləmişəm durub. Vacib eləmədiyim namaza durub. O gün harda danışdıq? Bir müqəddəs Ərdəbilidən bir söhbət gəldi. Buraydı bilmirəm, haraydı? İki yoldaş qərar qəbul eləyirlər, əhd eləyirlər. Acda olsalar heç kimə danışmayarlar. Cavan uşaqdılar da. Nəcəfdə mədrəsədə yaşayırlar. Amma neçə gün ac qalandan sonra onun dostu birinə danışır. Gəlib mədrəsəyə danışır. Nə olub sənə? Niyə belə arıqlayıbsan? O israr eləyir bu imtina. O deyir de, bu demir. Axırda bu deyir. Ki biz acıq. Gedir bir qədər şey alır gətirir, biraz da pul gətirir. Müqəddəs gəlir,
görür, ha, xeyli şey gəlib. Hardaydı, dedi, belə olub. Bu da puldur bizə veriblər. Bir nəfərə dedim, getdi, bunları aldı, gətirdi, bu da puldur. O sənin, o da mənim. Bu deyir, bəs nə deməmişdim demə, dedi, da indi o əl çəkmədi, mən məcburiyyət qarşısında dedim. Həmun gecə, indi hərə öz pulunu alıb qoyub cibinə, deyir, yuxudan durur, görür boynuna quslu gəlib. Durur, gedir hamama qusl eləsin, görür hamamçı, o şəhərd işləyir orada, hələ açmayıb. Deyir, aç, deyir, hələ vaxtına qalır axı. Namazı açırıq biz, hər gün. Amma indi qalır. Deyir, mənim gecə namazım qəzaya gedir. Deyir, o mənlik deyir. Mənə deyiblər bu saatda. Deyir, sənə pul verərəm, qəbul eləmirəm. 2 bərabər verərəm, qəbul eləmirəm. Günüz neçə gün pulsuz qalandan sonra, ac qalandan sonra, günüz ona nə qədər pul veriblər, deyir, onun hamısını verirəm sənə. Amma qoyma mənim gecə namazım qəzaya gedə. O qəbul edir axırda. Pul çoxdur axı. Gedir, quslun eləyir, gəlir. Allah vacib eləmədi ki namaza. O pulların hamısını verir ki, qoy o qəzaya getməsin. Ondan sonra deyir, nə oldu o gecədən bir yana oldu? Elm, nuraniyyət, o əzəmət, bütün müştehidlərin hamısı nəql eləyir, deyir, müqəddəs-i Ərdəbili həm müctehid idi, həm də Həzrətlə istədiyi vaxt görüşürdü. Çün imtihan olub yoxlamadan çıxıb o. Vacib olmayan namaza o pulların hamısını günüz odur verdi pulu, gecədə odur aldı. Bilmir ki o verən kimdir. Heç onu da tanımırlar ki. O gətirib yoxlamaq üçün. Gecədə aldı yoxlamaq üçün. O da buyurur, bax beləncidir. Əgər insanlar bu nuraniyyətin saxlaya bilsələr, bu o əməllərdəndir ki, onun savabını Allahdan başqa heç kim bilmir. 3 əməldir. Mən gördüyüm qədər. Biri şəhidin savabıdır. Şəhidə pərverdigar-ı aləm elə ki yerə düşür, yer ona mərhəba deyir. Mərhəba yəni xoş gəlmisən. Yer ona mərhəba deyir. Ondan sonra deyir, mərhəba bir ruh-i təyyib əlləzi uxricə minəl bədəni təyyib. Xoş gəlib bu ruh, pak ruhi ki, pak bədəndən çıxıb. Əbşir, fə innə ləkə ma la eynun rəət, və la uzunun səmiət, və la xətərə əla qəlbi bəşər. Sənə bir şey verəcəklər, onu nə indiyə qədər göz görməyib, nə qulaq eşitməyib, nə də bir nəfərin ağlına gəlmir ki, nə olar o. Sənə elə şey hazırlanıb. Bir şəhid onu verirlər, bir də oruc adamlara. Qiyamətin günündə də Peyğəmbər buyurur ki, İnnə lillahi maidətən. Allahın qiyamətdə bir süfrəsi var. O süfrədə əleyha, o süfrədə ma la eynun rəət, və la uzunun səmiət, və la xətərə əla qəlbi bəşər. O süfrədə olan nemətləri nə indiyəcən göz görməyib, nə qulaq eşitməyib, nə də birinin ağlına gəlmir ki, nə olar orada. Həmin sözü ki, şəhidə deyiblər. Üçüncüsü də gecə namazıdır. Ki, Quran özü deyir onu. Buyurur, tətəcafa cunubuhum anil məzaci' yəd'un rabbahum xawfan və təm'an və mimma rəzəqnahum yunfiqun.
Bunlar öz yerlərindən dururlar, Allah'ı çağırırlar, ibadət edirlər. Və əhli infaqdılar da bunlar. Ondan sonra gəlir bura məqsədim. Ələm nəfsun ma uxfiyə ləhum min qurrəti aynin. Nə gözlərini işıq eləyəcək bunların, aydın eləyəcək. Bunlar bilmirlər ki, heç kim bilmir. Allah buyurur, heç kim bilmir onu ki, mən bunlara nə saxlamışam, nə verəcəyəm bunlara ki, bunların ondan gözləri aydın olacaq. Onu heç kim bilmir. Cəzaən bimā kanu ya'malun. Bu onların savablarıdır ki, gərək verilə. Ona görə də Quran buyurur ki, bax, o saatlar, gecənin o vaxtində müttəqi insanların əlamətindən budur ki, o neçə rəkət namazı, o gecənin səcdəsin, ibadətin, duasın yadından çıxartmasın. Və əsas dualarda da var. Hər kəsin əsas mühüm hacəti var. Gecə yarısı dursun, namaz qılsın, Allahdan istəsin. Nə qədər səhərə yaxın olsa, belə yaxşıdır. Bəzi hədislərdə var, deyir, əgər bir xanım mühüm hacəti var, ala bilmir hacətin, niyə ala bilmir? Onun yolu var. Gecə yarısı dursun, məşğul olsun ibadətə. Bəzən deyir, namazın qılandan sonra, xəlvət eləyəndən sonra, bəzi hədisdə var, deyir, Allaha başını açsın. Allah onun hacətini verir. Gecə yarısı, xəlvətdə, günüz yox, kütələrdə. Günüz kütələrdə yox. O haramdır. Hədisdə var, deyir, hər bir naməhrəm arvad, naməhrəm kişi ilə əl verir, qiyamətin günündə bunların əlləri bir-birinə yapışacaq. Gəlib dayanacaqla Peyğəmbərin bərabərində, ümidinə. Peyğəmbər baxacaq, deyəcək, mən bu əmələ icazə verməmişdim. Qaytarın. Amma gecə yarısı, xəlvətdə əgər münacat eləyir, Allaha yalvarır, Allah da onu qaytarmır, inayət eləyir. Esselamu aleykə ya Əba Abdillah və aləl ərvahilləti həllət bifinâik. عليك مني سلام الله أبدا ما بقيت وبقي الليل والنهار ولا جعله الله آخر العهد مني لزيارتكم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. اللهم إنا نسألك وندعوك باسمك العظيم الأعظم الأعز الأجل الأكرم وبالحسين يا الله. İlahi əllərimizi naumid qaytarma. Amin. İlahi dualarimizi müstəcab elə. Amin. Hacətlərimizi rəva elə. Amin. Aqibətimizi xətmi bi xeyr elə. Amin. Günahlarımıza qələmi əfv çək. Amin.
Ölenlerimizi garik rahmet ile. Ölen güne kimin ruzi helal bi minnet merhamet ile. İlahi namerd insanlara mühtaç eleme. Bize rehm elemeyenleri bize müsellet eleme. Hastalarımıza şefa keramet ile. Haceti olanların hacetlerin reva ile. Bağışlamamış qəbrə aparma. İlahi İmam Hüseyin ağanın mübarək qədəmlərin ahir saatimizdə başımızın üstündən əskik eləmə. Pərverdigara Əmirul Mümininin nur vilayətindən ayrı salma. İmam zamanımızı bizdən razı elə. Mübarək qəlbin bizə nisbət şad elə. Cəmalinin ziyarətin bizə nəsib elə. Pərverdigara Həzrətin zuhurində təcil elə. بحق محمد وآله الطاهرين وأجل اللهم في فرج مولانا صاحب الزمان.